Əbülfəz Elçibəy kimdir? 1938-ci ildə Azərbaycan Ordubad rayonunun Kələki kəndində anadan olan Əbülfəz Elçibəyin həyatı sadə bir kənddə başlayır. Amma bu sakit kənd həyatı ona heç vaxt məhdudlaşdırmır. Əksinə bu mühitdə o milli dəyərlərə və azadlıq arzusuna dərin sevgi bəzləyir. Əbülfəz Bakıya gedərək Azərbaycan Dövlət Universitetində ərəb dili və filologiya üzrə təhsil alır. Bu təhsil ona yalnız dərin intellektual biliklər qazandırmır. Eyni zamanda Şərq xalqlarının müstəqillik mübarizələri ilə bağlı zəngin bir tarixə bələd olmağa imkan verir. Bu biliklər onun gələcəkdə apardığı mübarizəyə istiqamət verən əsas amillərdən birinə çevrilir.